Xarici Siyasət İdarəsinin rəhbəri Ceyhun Bayramov Rusiyalı həmkarı Sergey Lavrovun dəvəti ilə Rusiyaya rəsmi səfər edir. Xarici İşlər Nazirliyindən verilən məlumata görə səfərin əsas məqsədi iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərini və regional prosesləri müzakirə etməkdir. Səfərin ən mühüm hadisəsi iyulun 17-sində baş tutacaq. Ceyhun Bayramov Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrovla təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçirəcək. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zakharovanın bildirdiyinə görə, danışıqlarda Moskva və Bakı arasında iki tərəfli əməkdaşlığın hazırki vəziyyəti və gələcək perspektivləri diqqət mərkəzində olacaq. Gündəliyin əsas mövzularından biri də Cənubi Qafqazda regional təhlükəsizliyin təmin edilməsidir. Nazirlərin bölgədə dayanıqlı sülhün yaradılması, nəqliyyat və iqtisadi əlaqələrin bərpası istiqamətində atılacaq növbəti addımları dəyərləndirəcəyi gözlənilir. Qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər də masada olacaq.